Salam, meditasiya praktikasına xoş gəlmisiniz. Bu meditasiya sizi özünüzün arzuladığınız, ən ideal hesab elədiyiniz versiyanızla əlaqəyə keçirmək üçün hazırlanıb. Bu prosesdə siz öz arzuladığınız reallığı kəşf edəcək, sizi bu reallıqdan geri saxlayan daxili bariyerləri tanıyacaq və ən əsası hansı istiqamətdə hərəkət etməli olduğunuzu hiss edəcəksiniz. İndi hazır olduğunuzda yavaşca gözlərinizi yumun. Dərin bir nəfəs alın və bu nəfəsi yavaşca buraxın. Aldığınız hər nəfəsin bədəninizi rahatlaşdırmasına icazə verin. Bir daha nəfəs alın və nəfəsinizi buraxın. Bu anda siz heç nəyi dəyişdirməyə çalışmırsınız. Heç yerə tələsmirsiniz. Siz sadəcə indiki anın içindəsiniz. İndi bədəninizin yavaş-yavaş ağırlaşdığını hiss edin. Çiyinləriniz get-gedə boşalır, çənəniz rahatlayır, alnınız yumuşalır. İndi təsəvvürünüzdə sakit bir məkanda olduğunuzu xəyal edirsiniz. Bu məkan bir çəmənlik, bir dəniz kənarı və ya sizə rahat hiss etdirəcək istənilən bir yer ola bilər. Bu məkan yalnızca sizə aiddir. Bura çox təhlükəsizdir, çox güvənlidir, çox rahatdır və siz burada sakitləşirsiniz. Bu məkanın içində biraz irəlilədikdə, irəlidə incə, zərif, qızılı çərçivələnmiş bir güzgü görürsünüz. Bu güzgü çox təmizdir və hətta o çox uzaqdan sizə günəşin işıqlarını əks elətdirir. Bu güzgü çox heyrətamiz görünür və siz yavaşca bu güzgüyə doğru yaxınlaşırsınız. Güzgüyə doğru yaxınlaşarkən onun içərisində öz əksinizi görürsünüz. Bu güzgünün içərisində sizin arzuladığınız ən ideal versiyanız dayanıb. Bu versiyanızı müşahidə edin. Onun fiziki görünüşü, münasibətləri, xarakteri, uğurları, nailiyyətləri necə görünür? Bir neçə saniyə bu versiyanızın həyatının hər sferasını müşahidə edin. onun həyatında
indiki reallığınızdan fərqli nələr, hansı tərəflər var? Versiyanızın hisslərinə diqqət edin. Özünü necə hiss edir? Onun səs tonu, duruşu, danışığı, görüntüsü necədir? İndi çox incə bir fərqə diqqət edin. Sizin indiki vəziyyətinizi bu versiyadan uzaq saxlayan şey sizcə nədir? Tələsmədən bu cavab haqqında düşünün. Bu bəlkə ertələmə, bəlkə özünə şübhə etmək, bəlkə yaşadığınız hansısa emosional çətinliklər, bəlkə özünüzə mane olmaq, etdiyiniz seçimlər və daha bir çox şey ola bilər. Bu maniyəni sadəcə aydın bir şəkildə görün və onu tanıyın. İndi isə düşünün. Güzgüdə gördüyüm bu versiyamı yaratmaq üçün atmalı olduğum ilk addım nə ola bilər? Hətta bu sualı güzgünün içərisindəki versiyanızdan soruşa bilərsiniz. Sual verin ona. Sənin reallığını öz indiki həyatında yaratmaq üçün hansı addımları atmalıyam? Və onun sizə verdiyi cavabı dinləyin. İndi diqqətinizi özünüzə qaytardıqda artıq özünüzün həmin güzgünün içərisindəki versiyanıza çevrildiyini görürsünüz. Hal-hazırda özünüzü artıq o güzgünün içindəki versiyanız kimi hiss edirsiniz. İndi və bu anda artıq siz həmin versiyanızı yaşayırsınız. Hiss edin öz hisslərinizi, öz bədəninizi bu yeni versiyanın içərisində. Bir neçə saniyə özünüzə bu yeni reallığı hiss etməyə icazə verin. Yaşayın bu arzuladığınız versiyanızı. Bu versiyanı yaşayarkən bədəninizdəki hisslərə diqqət edin.
özünüzə daxili səslə təkrar edin. Mən öz arzuladığım məni yaratmaq üçün hazırım. Mən hər gün bu versiyama doğru kiçik addımlarla irəliləyirəm. Mən hər keçən gün öz arzuladığım versiyama biraz da yaxınlaşıram. Dərin bir nəfəs alaraq bu yeni reallığınızı daxilinizə yerləşdirin. İndi diqqətinizi yenidən bədəninizə qaytarın. İndi və burada oturduğunuz və ya uzandığınız yeri hiss edin. Ayaqlarınızı hiss edin. Əllərinizi hərəkət elətdirin və artıq yeni reallığınıza doğru istiqamətlənmiş zehninizlə hazır olduqda yavaşca gözlərinizi açın.